Salam dostlar, deməli 20 aprel buraxılış imtahanının qrammatikasını Azərbaycan izah edəndən sonra indi 7 aprel buraxılış imtahanı 2024 qrammatikanı izah edəcəm. Deməli 31-ci sualla başlayaq. 31-ci sual deyir ki, musiqi çalınır, nəğmə oxunur, rəqs edilirdi. Tabesiz mürəkkəb cümlənin tərkib stilləri arasında hadisələr iki işlə bilin mümkünlüyünü bildirir. Deməli, bu daha çox ya da bağlayıcılarından istifadə olunur A variantında, o həmin bildirdiyi fikirdə. B variantı bir digərini aydınlaşdır. Burada aydınlaşdırma bağlayıcılarından istifadə olunur. C variantı eyni zamanda baş verir. Eyni zamanda baş verməkdə zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. D variantı ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir. Y variantında isə digərinin səbəbini, digəri isə nəticəsini bildirir. Bu da səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Burada isə baxırıq deyir, musiqi çalınır, nəğmə oxunur, rəqs edilirdi. Baxırıq ki, heç bir bağlayıcıdan istifadə olunmayıb. Bu A və B variantlarına avtomatik olaraq çıxdıq. Sonra baxırıq ki, musiqi çalınır, nəğmə oxunur, rəqs edilirdi. Biz baxırıq ki, burada hamısı indiki zamanda baş verir. Demək ki, bunun zamanı eynidir. Ona görə C variantı olacaq. Ardıcıllıq olması üçün bir hadisə bitib digəri başlamalıdır. Yəni ardıcıl şəkildə baş verməlidir. Ona görə D variantı çıxdıq. Səbəbinin digərisi nəticəsini bildirir. Burada heç elə bir məqam yox idi. Ona görə 31-dən cavab C variantıdır. Demək 32. Cümlələrin birində xəbəri yazılışına fərqli tələffüz edilir deyir. Baxırıq A variantı xəbəri nədir? Danışdı. Danışdı elə olduğu kimi tələffüz edilir. Deməli, A variantından çıxdıq. Sabah atam xarici ölkədən qayıdacaq. Qayıdacaq sözü qayıdacaq kimi tələffüz olunur. Axırdakı X olur. Ona görə cavab B variantı olacaq. C variantı deyir, ovçular bir ayı balası tutmuşdular. Tutmuşdular da ki, deməli, yenə də eyni şəkildə tələffüz olunur. Tutmuşdular kimi. C variantına getdi. Günəş qürub edəndə rəngi saralır. Günəş qürub edəndə rəngi saralır. Saralır yenə olduğu kimi tələffüz olacaq deyə də getdi. Burada isə deyir, insan tez qocalır ümidsizliyindən. Burada uşaqları çaşdırmaq üçün axırda ümidsizliyindən veriblər ki, fərqli tələffüz olsun, amma burada xəbər qocalırdı, sadəcə inversiya var. Burada qocalır isə heç bir fərqli tələffüz olmayıb, ona görə Y variantına çıxdıq, 32 B olacaq. 33. Orxan anasının tapşırıqlarını bir-bir yadına salıb bazardan darçın və bir dəstə göyərti alır cümləsinin sintaktik təhlili ilə bağlı doğru fikri müəyyən edin. Deməli, birinci sintaktik təhlil edək. Bu aldı, xəbər. Nə aldı? Deməli, bir dəstə göyərti. Bir dəstə göyərti. Orxan anasının tapşırıqlarını bir-bir yadına salıb deyir. Orxan kim aldı? Orxan aldı. Anasının tapşırıqlarını bir-bir yadına salıb. Burada anasının tapşırıqlarını bir-bir yadına salıb hamısı birlikdə olaraq feili bağlama tərkibi olub zərflik olacaq. Bazardan darçın. Hardan? Bazardan. Bu da yenə zərflik. Burada da bir yenə tamamlıq. Deməli, belə olacaq. Deyir, bir dəstə kəmiyyət zərfliyi deyir. Kəmiyyət zərfliyi olması üçün, yəni gördüyüm ki, orada təyindir. Onun kəmiyyət zərfliyi olması üçün onun qabağında isim yox, feil olmalıydı. Ona görə A variantı səhvdir. Deyir, B bazardan Y zərfi ilə ifadə olunmuş yer zərfliyir deyir. Ümumiyyətlə, yer zərfliyi düzdür. Amma yer zərfi ilə ifadə olunmuyor. Çünki yer zərfləri bunlar yox. Ora, bura, sağa, sola, yuxarı, aşağı kimi sözlər yer zərfidir. Bazardan sözü yer zərfi deyil. Yer zərfi ola bilər, amma yer zərfi deyil. C variantı deyir ki, darçın və göyərti həmdiz tamamlıqlardır. İndi baxaq. Bunlar həmdiz tamamlıq olması üçün ikisi də eyni bir xəbərə aid olmalıdır. Yəni bir xəbər olmalıdır, iki dənə tamamlıq və yaxud da daha artıq tamamlıq olmalıdır. Həmdiz tamamlıq olması üçün. Burada baxırıq deyir, aldı. Aldı. Nəyə aldı? Darçını və göyərtini. Deməli, edə biliriksə, həm də həmdiz tamamlıqlardır. Eyni bir xəbərə aiddir, aiddir. Ona görə cavab C variantı olacaq. Cavab C-dir. Xüsusi isim tərz hərəkət zərfliyidir. Xüsusi isim deyir, orada Orxandır. Xüsusi isim. O isə heç bir tərz hərəkət zərfliyi deyil. Orada anasının tapşırıqlarını bir-bir yadına salıb, yəni o tərz hərəkət ola bilər. Yəni orada bayaq zaman deyil, o zaman deyil. Tərz hərəkət olacaq, amma Orxan onun içinə daxil olmayacaq. Çünki Orxan xəbərlə uzlaşır və xəbər əgər mübtəda ilə uzlaşarsa, bu zaman tərkib içinə daxil olmayacaq. Y variantında xəbər quruluqca mürəkkəb feillə deyir ifadə olunmuşdur. Xəbər quruluqca mürəkkəb feillə ifadə olunmuşdur. Yox, aldı sözü sadə bir feildir. Ona görə Y variantında səhvdir. O südsə. Hansı cümlədə iki ədad işlənib deyir. Burada elə D variantına baxaq. Lap
ağ eləmək lap qüvvətləndirici ədaddır, hansı ki bunlar da çoxlama dərəcəsini bildirən sifətlərdən indi istifadə olunub. Sonra dum ağ kimi götürün. İndi bu lap ağ eləyib, çünki ağ eləmək bir götürüləcək. Ağ eləmək birlikdə götürüldüyünə görə indi burada da lap ağ eləmək qüvvətləndirici ədad kimi götürüləcək. Axırdakı 2 isə yenə də ədaddır. Cavab D variantını. Başqasına baxaq. Avət daha mənim sənə sözüm yoxdur. Burada dahadır, bir dənədir. Bil ki, buradakı 2 bağlayıcıdır. Göyə çıxsa da, burada da var. Götürə bilərik, amma çıxsa da, sada olur orada. Ona görə burada da yoxdur. Kaş hər şey bugün həll ola deyir. Kaş burada var, arzu şəklini göstərir, amma burada da bir dənədir. Ona görə elə bütün variantlara çıxırıq. 7-də ki, bir dənə axı var. Burada da ki, başqa bir şey yoxdur. Ona görə Y variantında səhvdir. 35. Ürəyə açıq sözü ilə bağlı səhvi müəyyən edilir. Ürəyə açıq mürəkkəb sifətdir, necə sualına cavab verir? Bu düzdür. A variantı düzdür. Hətta ki, yəni ürəyə açıq kitablarda yazılan kimi mənsubiyyət bir tərəfi mənsubiyyət şəklində olan kimi götürülür. Yəni ürəyə çünki mənsubiyyət şəklisi söz. Cümlədə əsasən deyir təyin olur. Bu da düzdür, çünki yəni sifətdə əsasən təyin olur. C variantının ikinci tərəfi sadə sifətdir deyir. Açıq sözü sadə sifət deyil, açmaqdan açıq yaranır. Ona görə sadə yox, düzəltmə sifət olduğuna görə cavab C variantı olacaq. Birinci tərəfin mənsubiyyət şəklisi qəbul edib, düzdür. Adi dərəcədir, bu da düzdür. Deməli, 36 sual. Fe'li bağlama hərəkətin tərzini bildirir. Fe'l bağlama hərəkətin səbəbini bildirir. Ümumiyyətlə bu buraxılış imtahanlarda çox vaxt istifadə olunur. Bunun ayrıca videosunu da çəkəcəm. Çünki buraxılış imtahanı indiki həm 13 aprel 2025-də, həm də ki əvvəlki illərdə bu fe'li bağlama hərəkətin tərzini bildirir, səbəbini bildirir kimi testlər çox görsənir. Deməli, fe'li bağlama hərəkətin deyir tərzini bildirir. Deyir o mücrünü götürüb onun qabağında açdı. Onun qabağında açdı. Necə? Mücrünü götürüb onun qabağında açdı. Burada bu hərəkətin tərzini bildirəcək. Necə qabağında açdı? Mücrünü götürüb. Burada fe'li bağlamadır və bir də tərzini bildirəcək. Bura birinci A-nı yazacaq. Fe'li bağlama hərəkət səbəbini deyir. Uşaq qaça-qaça anasına yaxınlaşdı. Uşaq anasına necə yaxınlaşdı? Qaça-qaça yaxınlaşdı. Burada qaçaraq yaxınlaşdı. Yenə fe'li bağlamadır. Burada yenə qaçaraq, araq nəfəs elə bildik. Tərzini bildirəcək. Burada yenə B variantını qoyacaq. Fe'li bağlama hərəkətin səbəbini bildirir. Gördüyündən təəssüflənərək deyir, başını yellədi. Gördüyündən təəssüflənərək. Başını təəssüflənərək. Səbəbi təəssüflənərəkdir. Başını yellədi. Nəyə görə? Təəssüflənərək gördüyündən. Burada ona görə C variantını da yazacaq 2-yə. Yenə. D variantı deyir, müəllim danışanda qulaq asmaq lazımdır. Qulaq asmaq lazımdır. Nə zaman? Müəllim danışanda. Müəllim danışanda da burada zaman bildiyinə görə nə 1-ə, nə də 2-yə aid olacaq. Yəni bu baxımdan görsək D variantını digər variantlardan birinci çıxmaydı. Ona görə A variantı və D variantı da gələcəkdi. Qaldı Y variantı utanıb başını aşağı saldı. Y variantı deyir ki, utanıb nəyə görə? Deyir ki, yəni utanıb başını aşağı saldı. Hərəkətin səbəbini bildirir. Utandığına görə başını aşağı saldı. Ona görə yəni bura Y variantını qoyacaqdıq. Yəni variantlardan keçsək, yenə də eyni variant alacaq. Cavab Y variantı olacaq. 36-cı sualda. Ondan sonra sadə sözdə sırasını deyir, müəyyən edin. Elə bu sadədir. Bu B variantı da dırnaqdır, sadədir, çıraqdır, sadədir. Bunlar sadə olacaq. Ona görə cavab B variantı. Cümlələrin birində deyir, şəxs əvəzliyi yer zərfliyi vəzifəsindədir. Şəxs əvəzliyi deməli, bunun iki cür fikirləşmək olar. Şəxs əvəzlikləri həm tamamlıq kimi işlənə bilər, həm də yer zərfliyi kimi işlənə bilər. Tamamlıq kimi işlənməsi çox vaxt insandan götürmər. Məsələn, deyirəm ki, mən səndən aldım bunu. Bu, yəni insan anlayışı bilirsə, çox vaxt tamamlıq olacaq. Amma ki, sizdən yenə, məsələn, sizin evdən deyirəmsə və yaxud da sizdən deyəndə sizin evdən və bizdən deyəndə bizim evdən mənasını verirsə, bu zaman bu zərflik kimi olacaq. Ona görə də biz B variantında olan sizdən sözü sizin evdən mənasını, yer, məkan mənasını bildiyinə görə B variantı düzgün cavab olacaq. A variantında deyir ki, bəriyə gəldi. Bəriyə şəxs əvəzliyi burada odur. O da ki, heç bir yer zərfliyi yoxdur. Bəriyə göstərməsi onun şəxs əvəzliyidir. C-də bu məsələdə hamımızda günah var. Burada şəxs əvəzliyi yoxdur. Haradan gəlirsiniz, yenə əvəzliyi şəxs əvəzliyi deyil. Y variantında uşaqlar bizdən çəkinirdilər. Burada bizdən çəkinirdilər. Əslində bunu iki cür düşünmək olar. İkisində də yenə də tamamlıq kimi olacaq.
biz yenə insan anlayışı bildiyinə görə, yer məkan bildirmədiyinə görə tamlıq olacaq. Bizdəki biz omonim söz olduğuna görə, həm də ki bu omonim kimi götürülüb isim olan biz, yəni ucu biz mənasında, yəni biz var, əyalət. Onun kimi düşünə bildiyinə görə, burada həm də yenə də tamlıq kimi olacaq. Ona görə Y variantında səhvdir. Cavab B variantı olacaq. 38 B variantı. Deməli, 39-cu sual deyir ki, biri feili birləşmədir. Feili birləşmə nə deməkdir? Feili birləşmə feili sifət tərkib birləşməsi ola bilər, feili sifət tərkibi ola bilər, məsdər tərkibi ola bilər, feili bağlama tərkibi və yaxud da feili bağlama ola bilər. Feili bağlama ilə ifadə olunur. Deməli, amma bəzən ola bilər ki, məsələn, məsdərdə burada A variantına görürük ki, maqmək var, amma bunu feili birləşmə kimi götürmür. Niyə? Çünki bilmək, danışa bilmək, etmək, olmaq, bilmək, qılmaq kimi sözlərdir ki, hansı ki bunlar birləşir. Yəni mürəkkəb feil yaradır. Ayrı-ayrılıqda yox, birləşik götürülür. Amma bəzən ola bilər ki, birləşik götürülməyə də bilər. Hansı ki bunlar məsələn olmaq sözü yaşamaq mənasını ifadə eləyərsə, bu zaman məsələn mən desəm ki, Bakıda oluram. Bu zaman oluram ayrıca, Bakı ayrıca götürür. Çünki oluramı yaşayıram sözü ilə əvəz edə bilir. Yəni ayrı-ayrılıqda bir mənası var müstəqil. Amma burada danışa bilmək, yəni bir tərəfi yönlük halda olanda çox vaxt götürürlər bunu. Yönlük halda olanda bu mürəkkəb feil olur. Feili birləşmə olmur. Ona görə A variantı səhvdir. C variantı deyir ki, oxuyub anlama. Burada yəni birinci tərəfdə heç iki tərəfdə də yoxdur. C variantı da səhvdir. Yəni deyil. Yəni feilin sualına cavab vermir. B variantı təbiətin gözəlliyi. Bu isim birləşmədir, şərəfli ömür. Bu da isim birləşmədir. Y variantı isə düzgün cavabdır. Çünki oxuyanda feili bağlama şəkilsidir və bu da feili birləşmə yaradır. 39-cu cavab Y variantı olacaq. Bağlacı ilə dir bağlanan həmdis ünsüz cümləni müəyyən edin. Bağlacı ilə bağlansın, yaxşı. Ancaq bağlayıcıdır, tabiəsizlik bağlayıcısıdır. Bağlanan həmdis üzvlü cümləni müəyyən edin. Sənəm xalça palazı yumaq üçün deyir, çaya endi, atlıları görüb geri qayıtmalı oldu. Deməli, burada yumaq var. Sənəm xalça palazı yumaq üçün çaya endi. Nəyə görə? Xalça palazı, xalçanı və palazı yumaq üçün çaya endi. Atlıları görüb geri qayıtmalı. Burada həm xalçadır, həm də ki palazdır. Bunlar da elə birlikdə götürürük. Həmdis üzvlü olur bunlar. Ona görə cavab Y variantı olacaq. Çünki eyni feilə aid 2 dənə burada söz götürülüb. Burada deyir, yenə atlıları ikinci dəfəsi baxsaq da yenə atlıları görüb geri qayıtmalı oldu desək də yenə götürür və orada ancaqla bağlanıb, ancaq da qarşılaşma tabeli, qarşılaşma tabesi mürəkkəb cümləsi yaradır. Bu da elə tabesi mürəkkəb cümlə olacaq. Amma ki burada sənəmlə olduğuna görə yenə də baxsaq, sənəm çaya enir, həm də sənəm qayıtmalı olduğuna görə bu sadə cümlə olacaq. Çünki eyni bir xəbərə, eyni bir mübtədaya aiddir iki xəbər var. Cavab A variantı olacaq. Burası heç digər variantlarda da ki olmayacaq. Deməli, bu 2024 7 aprel buraxılış imtahanı qrammatika sualları idi. Ümidvaram ki, yaxşı oldu. Gələcək videolarda digər buraxılış imtahanı sualları və ona düşə biləcək buraxılış imtahanı suallarını sizə göstərəcəm. Sağ olun.